Salam, sizlərə Həyat Sevgisi əsərinin təhlilini verəcəm. Ah, mən gündən-günə bu gözəlləşən işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, könül günəş kimi parla yerində. Göylərin lacivərd ətəklərindən gedən bu qovğadan necə əl çəkim? Burada şair deyir ki, mən bu gündən günə gözəlləşən işıqlı dünyadan necə əl çəkim? Yerlə çarpışan, göylə əlləşən dostdan, aşinadan necə əl çəkim? Deyir, dönmə bir şəbnəmə yaz səhərində, könül günəş kimi parlar yerində. Könlü nəyə bənzədir? Günəşə bənzədir. Könül günəş kimi parlar yerində. Göylərin lacivərd ətəklərində gedən bu qovğadan necə əl çəkim? Baxınız, dan yeri sökülmüş kimi. Dostlar bir cəbhəyə tökülmüş kimi. Uzaqdan uzağa xam gümüş kimi ağaran səhradan necə əl çəkim? Təbiət varlıdır, təbiət xəsis. Artıq burada təzada rast gəlirik. İşlədərkən onu sən ey mühəndis. Burada mühəndisin adını çəkir. Mən də qardaşlara verdiyim bu his, bu incə mənadan necə əl çəkim? Bir yanda tərlanlar, dumanlı dağlar. Bir yanda kəkliklər, ayna bulaqlar. Deyir, bir yanda tərlanlardır, bir yanda dumanlı dağlar. Bir yanda kəklik, hansı quşadır? Kəklik, bir yanda ayna bulaqlar. Bir yanda bülbüllər, bağlar. Mən bu tamaşada necə əl çəkim? Demək, burada hansı quşadların adını çəkdir? Tərlanın, kəkliyin, bülbülün. Həyat dedikləri bu keşməkeşdən, qəlbimdə, qanımda yanan atəşdən, gecədən, gündüzdən, aydan, günəşdən, bu əngin fəzadan necə əl çəkim? Qarşımda dalğalı dərin bir ümmanı sarsıdır bir acı tufan. Bəyaz köpükləri bir çiçək yapan şiirdən, xülyadan necə əl çəkim? Bax, burada diqqət yetirsinizsə, bax bu hissiyə. Qarşımda dalğalı, dərin bir ümman. Burada müəllif qarşımda dalğalı, dərin bir ümman deyəndə artıq repressiya, qarşıdakı repressiya qurbanlarına, repressiyanın olacağına bir işarətdir əslində. Ümmanı sarsıdan bir acı tufan, beyaz köpükləri bir çiçək yapan şiirdən, xülyadan necə əl çəkim? Əsər lirik növdədir, heca vəzində, dördlü şəklindədir. Yəni 4 misradan ibarətdir. Neçənci ildə yazılıb Həyat Sevgisi? 1935-ci ildə. Şeir vahidi bənddir. 2 misradan ibarət olsa beyt olardı. 4 misradan ibarət olduğu üçün 4 və artıq misradan ibarət olan hissə isə bənd olur. Şeir vahidi bənd olan əsər dördlülük şəklindədir. Şiirdə rədif necə əl çəkimdir. Rədif necə əl çəkim, həm də burada bədii sualdır. Çünki bədii sual olduğu üçün cavab tələb edilmir. Bax, məsələn, birinci misrada deyir, dostdan aşinadan necə əl çəkim. İkinci misrada onun cavabını demir. Məsələn, niyə əl çəkdin, dostdan aşina necə əl çəkim. Onun yollarını göstərmir. Ona görə deyir ki, bədii sual cavab tələb etmir. Necə əl çəkim həm rədif oldu, həm də bədii sual. Bütün bətlərdə bədii sual işlənib, amma bütün misralarda işlənməyib. Bax, məsələn, deyək ki, ah, mən bugündən günə bu gözəlləşən işıqlı dünyada necə əl çəkim. Bu yerlə çarpışan, göylə əlləşən dostdan, aşinadan necə əl çəkim. Şiirdə bir narahatlıq, təlaş duyulmaqdadır. Axırıncı misrada bayaq sizin nəzərinizə çatdırdı. Müəllif əsəri 4 fərqli obyektə müraciət edir. Könlünə deyir ki, ikinci misrada dönmə bir şəbnəmə yaz səhərinə, könül günəş kimi parlar yerində. Göylərin lacivərd
ətəklərində gedən bu qovğadan necə əl çəkim? Sonra kimə müraciət eləyir? Mühəndisə müraciət eləyir. Deyir, təbiət varlıdır, təbiət xəsis işlədərkən sən ey mühəndis, demək ikinci misrada könlünə, sonra ikinci misrada, daha doğrusu ikinci bənddə könlünə, dördüncü bənddə mühəndisi olur. Təbiət varlıdır, təbiət xəsis işlədərkən onun sənə ey mühəndis, mən də qardaşlardan verdiyim bu his, bu incə mənacan necə əl çəkim? Dördüncü misrada dedik mühəndisə, sonra artıq 10-cu bənddə artıq olacaq ey cavan qələmimə, bir də adoslar olacaq. Demək 2, 4, 10-cu bəndlərdə biz 4 fərqli obyektə müraciət gördük. Deyir ki, sən aldın aşını yeni hisslərdən, ey cavan qələmim düşmə bəhərdən. Ey cavan qələminə müraciət etdi. Sonra deyir, dostlar, söyləyin mən bu hünərdən, bu təbii fəladan necə əl çəkim? Şeirdə yaşamaq eşqi ilə çırpınan bir qəlbin həyəcanları hiss edir. Şairin təbiətə, dünyaya, insana olan münasibəti əks olunub. Hara təbiətə, dünyaya və insana olan münasibəti əks olunub. Əsərdə tərki dünyalıq motivləri əks olunmayıb. Lirik qəhrəman fəal, aktiv bir yaradıcılıq ömrü yaşadığı hiss olunur. Əsərdə insanlara, təbiətə vurğunub, yazıb yaratmaq arzusu kimi məqamlar əks olunub. İşıqlı gələcəyə inam, dönük çıxan dostlardan inciklik kimi məqam əsərdə yer verilmir. Sadəcə orada dostdan deyir ki, aşağıda necə əl çəkim. Əslində burada həqiqətən adından da bilinir həyat sevgisi, həyata bir bağlılıq var. Dünya gündən günə gözəlləşir, ağaran səhra xam gümənşə bənzədilir, həyat keşməkeşlidir, təbiət həm varlı, həm xəsisdir. Burada təbiət təzadlar şəklində təsvir məqamlar yer verilib. Əsəri yazarkən müəllif yaxınlaşan təhlükəni, yəni repressiyanı hiss etdi. Bax bu hissədə. Qarşımda dalğalı dərin bir ümman, ümmanı sarsıdır bir acı tufan. Beyaz köpükləri bir çiçək yapan şiirdən, xülyadan necə əl çəkim? Bax, ulduzlar fikrimin trakbanıdır, bulut xəyalımın kərvanıdır, səma hissimin aşiyanıdır, böyle bir səmadan necə əl çəkim deyir. Xəzan adısını edib təhəmmül, gülün kölgəsində ötəndə bülbül. Həyat, həyat deyə çırpınır könül, könüldən sevdadan necə əl çəkim. Sən aldın aşını yeni hisslərdən, ey cavan qələmim, düşmə bəhərdən. Dostlar, söyləyin, mən bu hünərdən, bu təbii vəladan necə əl çəkim? Qarşında dalğalı bir ümman, ümmanı sarsıdır bir acı tufan misrasında sətraltı Sovet rejimini diqqət çəkilib. Müəllif könlü həyat deyə çırpınan neçə sənətkarın repressiyaya məruz qaldığını ifadə edir. Fikri yanlış. Bax, yenidən deyir. Müəllif könlü həyat deyə çırpınan neçə sənətkarın repressiyaya məruz qaldığını ifadə edir. Fikri yanlışdır. Sadəcə deyir ki, könlü günəş kimi parla yerindən. Da buradakı kimi, yəni həyat deyə çırpınan neçə sən repressiyaya məruz qaldığı necə ola bilər? Bir məntiqlə düşünək, repressiya neçənci ildə olub? Amma əsəri yazılıb 1935-ci ildə. Sadəcə repressiya olacağına bir işarət var burada. Videonu bəyəndinizsə kanala abunə olmağı, bəyənməyi, paylaşmağı, rəy yazmağı unutmayın. Sağ olun, sağlıqla qalın.